sualları doğru cavablandırmamız üçün ilk növbədə çox diqqətli yanaşmalıyıq. Tək imtahan zamanı yox, ondan öncə də test işləyəndə və yaxud da dərs öyrənəndə, hər hansı bir mövzunu öyrənəndə bunu çox diqqətlə öyrənməliyik. Yəni sadəcə müəllimə cavab verəcəm deyə öyrənməməliyik. Yəni bu bizim bütün həyatımız boyu bizə lazım olacaq mövzular olduğu üçün çox diqqətlə, dərindən öyrənməliyik və hətta bəzən əlavə məlumatlardan da araşdırma etməliyik. Və imtahan zamanında heç həyəcanlanmadan, həyəcan keçirmədən imtahan suallarına diqqətlə baxıb bütün biliklərimizi ortaya qoyaraq cavablandırmalıyıq sualları. Hər zaman əslində planlı şəkildə çalışırdım ki, dərslərimi hazırlayam. Sırf belə günlük planlar qurmurdum, amma yəni məsələn bu gün bu dərsləri hazırlayacağam deyə hər gün özümə deyirdim. Əlavə məlumatlardan çalışırdım ki, yeni məlumatlar öyrənim başqa kitablardan, dərsliklərdən və əlavə testlər də yazmağa çalışırdım. Amma daha çox planlı olaraq çalışmağa üstünlük verirdim ki, yəni müəllimlərimin verdiyi tapşırıqları tam şəkildə yerinə yetirməyə çalışırdım və əlavə də vaxtım olduqca müəyyən testlərdən işləyirdim özüm üçün. Hazırlıq zamanı ən çox DİM-in nəşrlərindən, toplulardan istifadə edirdim, DİM-in dərsliklərindən istifadə edirdim. Çünki məncə həqiqətən orada məlumatlar tam şəkildə verilirdi bütün mövzular haqqında və həmçinin də testlər tam imtahan modelinə uyğun olduğu üçün onlara daha çox üstünlük verirdim. Bəzi hallarda digər nəşrlərdən də istifadə edirdim əlavə test olaraq. Mən birinci qrup üzrə hazırlaşıram və Bakı Ali Neft Məktəbi Kimya Mühəndisliyi ixtisası üzrə təhsil almaq istəyirəm. Hazırlıq müddətində əsas motivasiyam mənim məqsədlərim idi. Mən artıq 9-cu sinifdən öz məqsədlərimi seçmişdim və bu məqsədə çatmaq üçün var gücümlə çalışmağı öz qarşıma məqsəd kimi qoymuşdum. Yəni bu məqsədə çatmalıydım. Çünki əgər mən bir şey istəyirəmsə bunu yerinə yetirməliyəm, bu məqsədə çatmalıyam. Bu da mənim ən böyük motivasiyam idi ki, heç vaxt dərslərə yorulmadan çalışırdım və hətta biraz yorulanda belə ilk öncə öz məqsədimi göz önünə gətirirdim və yenidən öz gücümü toparlayıb davam edirdim çalışmamı. Mənə elə gəlir ki, bunların hər üçü də önəmlidir. İlk növbədə psixoloji cəhətdən biz özümüzü hazır hiss etməliyik imtahana. Yəni iradəli bir şagird və özgüvənli bir şagird məncə həmin o oxuduğu mövzuları, oxuduğu məlumatları imtahan zamanı daha yaxşı istifadə edə bilər və çalışdığı müddətcə çəkdiyi əziyyətlərin qarşılığını imtahandan sonra görə bilər. Yəni bunun üçün ilk növbədə iradəli olmaq lazımdır çalışma müddətimizdə, imtahana hazırlıq müddətində və imtahana hazırlıq müddətində çalışdıqdan sonra imtahana girərkən özgüvənli şəkildə girmək lazımdır ki, biz istədiyimiz məqsəd qoyduğumuz nəticəni əldə edə bilək. Daha sonra təbii ki, planlı olmaq da burada çox önəmlidir. Yəni planlı olmasaq biz məqsədimizi bilməsək, təbii ki, imtahana hazırlaşma prosesi bizim üçün çox da yəni həm maraqlı olmaz, həm çox da buna həvəsli olmarıq, yəni iradəsiz də ola bilərik. Buna görə də həm planlar önəmlidir, həm də emosional cəhətdən hazır olmamız çox önəmlidir. Xeyr, bu heç də doğru bir yanaşma deyil. Çünki yəni neçə ilin proqramını biz necə bir-iki gündə və yaxud da son bir neçə həftədə çatdıra bilərik? Bu təbii ki, mümkün deyil. Yəni imtahanda əgər yüksək nəticə yığan bir şagird varsa, bu onun təbii ki, ilk birinci sinifdən təməlindən asılı olaraq gələn bir nəticədir. İlk birinci sinifdən biz məktəb dərslərimizə yaxşı, diqqətli yanaşmalıyıq və hər il məktəbdə keçən dərslərə diqqətli yanaşmalıyıq ki, normal, yəni siniflər üzrə olan mövzuları düzgün şəkildə qavlayaq və sonra da imtahanda bu öyrəntilərimiz bizə kömək olsun. Yoxsa yəni son 1-2 gündə hazırlaşıram, bütün gün hazırlaşıram, bu olmaz, yəni mümkün deyil bu cür məncə nəticə əldə etmək. İlk növbədə mən istəyərdim ki, öz şəxsi təcrübələrimdən məsləhətlər verim. Mən hazırlıq müddətində hiss eləmişdim ki, yəni mənə əgər sinif yoldaşlarım və yaxud dostlarım bir sual verəndə, hər hansı bir mövzudan, hər hansı bir testdən sual verirlər və yaxud da hansısa bir dərs izahı ilə bağlı, mən hər zaman onlara bacardığım qədər kömək olmağa çalışmışam, suallarını izah etməyə çalışmışam. Eynilə mən də digər həmyaşıdlarıma suallar verirdim tez-tez. Yəni mənə elə gəlir ki, İmtahan prosesində tək müəllimlə çalışmalı deyil şagird. Şagird həm də öz həmyaşıdları ilə birlikdə çalışmalı, onlarla bir yerdə əlaqəli olmalı və birlikdə inkişaf etməlidirlər. Məncə bu da imtahan prosesində bizə çox kömək ola bilər. Daha sonra tövsiyə eləyərəm ki, hər birinə yenidən çox iradəli və özgüvənli olsunlar, əvvəlcədən məqsədlər olsun və məqsədlərinə çatmaq üçün bol-bol çalışsınlar, var gücü ilə çalışsınlar və həmçinin müəllimlərinin verdiyi tapşırıqları sonuna qədər yerinə yetirsinlər. İlk növbədə mənim hədəfim hələ ki tələbə adı qazanmaqdır. Tələbə adı qazandıqdan sonra təbii ki öz vətənimə, millətimə xeyirli bir şəxsiyyət olmaq istəyirəm, xeyirli biri olmaq istəyirəm. İlk növbədə öz vətənimə xeyir verə bilmək istəyirəm.
Tələbə adı qazandıqdan sonra əslində xaricə də gedib orada da oxumaq istəyərdim, amma təbii ki, ən gələcəkdəki məqsədlərim öz dövlətimə xeyirli biri ola bilməkdir.